Salam dəyərli izləyicilərimiz, əziz təqaüdçülərimiz. Mən bu kanalın aparıcısı olaraq bugün sizinlə həyati əhəmiyyət kəsb edən bir mövzunu müzakirə etmək üçün buradayım. Xüsusilə yaşı 60-dan yuxarı olan bütün pensiyaçıları bu videoya diqqətlə qulaq asmağa çağırıram. Bu məlumat sizin gələcək pensiya ödənişlərinizlə birbaşa bağlıdır və bir çoxunuzun narahatlığını, ağrı nöqtəsini hədəf alır. Deyə bilərəm ki, bu son zamanlar pensiya sistemindəki ən vacib yeniliklərdən biridir və hər kəsə təsir edir. Əgər siz pensiya alırsınızsa və ya yaxınlarınız pensiya alırsa, bu video sizin üçün kritik əhəmiyyət kəsb edir. Odur ki, vaxt itirmədən kanalımıza abunə olun və bu videonu bəyənin ki, daha çox insana çatsın və heç kim bu vacib məlumatdan məhrum qalmasın. Başlayaq. Əziz dostlar, bugün bütün pensiyaçıların, xüsusilə 60 yaşdan yuxarı olanların təcili diqqətinə, başlıqlı bir məsələyə toxunacaq. Bilirsiniz ki, dövlət hər zaman pensiya sisteminin təkmilləşdirilməsi, daha ədalətli və şəffaf işləməsi üçün müxtəlif addımlar atır. Uzun illərdir pensiya ödənişləri müəyyən bir qayda ilə həyata keçirilirdi. Demək olar ki, bir çox hallarda pensiyaçılar pensiyaya çıxdıqdan sonra, əgər statuslarında hansısa əsaslı dəyişiklik baş vermirdisə, illər boyu eyni qaydada pensiya alırdılar. Yəni, bir dəfə sənədlər təqdim olunur, pensiya təyin edilir və ondan sonra sistem avtomatik olaraq hər ay müvafiq məbləği pensiyaçının bank hesabına köçürürdü. Yalnız bəzi xüsusi hallarda, məsələn, pensiyaçının əmək fəaliyyətinə başlaması və ya dayandırması, yaşayış yerini dəyişməsi kimi hallarda müvafiq qurumlara müraciət etmək tələb olunurdu. Bu sistem özlüyündə rahatlıq yaratsa da, zamanla bəzi çatışmazlıqlar ortaya çıxarırdı. Nə dəyişdi? İndi isə vəziyyət bir qədər fərqlidir və pensiya ödənişlərinin davamlılığı üçün müəyyən yeni tələblər irəli sürülür. Son zamanlar dövlət qurumları pensiya sisteminin şəffaflığını artırmaq, qanunsuz pensiya ödənişlərinin qarşısını almaq və pensiyaçıların aktual məlumat bazasını yeniləmək məqsədi ilə xüsusi bir proqram işə salıb. Bu proqram çərçivəsində müəyyən kateqoriyadan olan pensiyaçıların öz statuslarını təsdiqləməsi və ya məlumatlarını yeniləməsi tələb olunur. Əvvəllər bu cür kütləvi yoxlamalar və ya məlumat yeniləmələri o qədər də tez-tez və geniş miqyasda həyata keçirilmir. Daha çox şübhəli hallarla bağlı fərdi yoxlamalara üstünlük verilirdi. Lakin indi söhbət sistemli bir yanaşmadan, bütün pensiyaçı kontingentinin müəyyən intervallarla yoxlanılmasından gedir. Bu addım ilk növbədə pensiya alan şəxslərin həqiqətən də pensiya almaq hüququna sahib olduqlarını təsdiqləmək, həmçinin vəfat etmiş şəxslərin adına pensiya ödənişlərinin davam etdirilməsinin qarşısını almaq üçün nəzərdə tutulub. Həm də bəzi hallarda pensiyaçıların statusunda baş verən dəyişikliklər, məsələn, əlillik qrupunun dəyişməsi, müəyyən üstünlüklərin ləğvi və ya əlavə edilməsi vaxtında qeydə alınmırdı və bu da sistemdə qeyri-dəqiqliklərə yol açırdı. Yeni qaydalar bu boşluqları aradan qaldırmağa yönəlib. Bu, həm dövlət büdcəsinə qənaət etməyə, həm də pensiya fondunun resurslarının daha ədalətli bölüşdürülməsini təmin etməyə imkan verəcəkdir. Ətraflı təhlil, nə bilməlisiniz? Kim narahat olmalı, kim narahat olmamalıdır? Dəyərli tamaşaçılar, gəlin indi məsələni daha dərindən təhlil edək ki, hər kəs öz vəziyyətini düzgün qiymətləndirə bilsin. Kimin narahat olmasına dəyər, kimin isə hələlik rahat nəfəs ala biləcəyini aydınlaşdıraq. Bu yeni tətbiq olunacaq qaydalar əsasən aşağıdakı pensiyaçı kateqoriyalarına şamil ediləcəkdir. Valideyn. Müəyyən müddət əlillik pensiyası alanlar. Əgər sizin əlillik qrupunuz müəyyən bir müddətə təyin olunubsa, məsələn 1 il, 2 il, 5 il, bu müddətin başa çatmasına yaxınlaşdığınız təqdirdə yenidən tibbi sosial ekspertiza komissiyasından keçməyiniz və ya müvafiq sənədlərinizi yeniləməyiniz tələb olunacaq. Əvvəllər bəzən bu proses ləngiyirdi və ya pensiyaçılar müxtəlif səbəblərdən vaxtında müraciət edə bilmirdilər. İndi isə sistem sizi əvvəlcədən xəbərdar edəcək və müvafiq addımları atmağınızı tələb edəcək. Məsələn, tutaq ki, Əhməd dayı 65 yaşında 2 qrup əlillik pensiyası alır. Onun əlillik müddəti 2024-cü ilin dekabrında bitir. Sistem avtomatik olaraq Əhməd dayıya ən azı 3-4 ay əvvəldən bildiriş göndərəcək ki,
o yeni ekspertizadan keçmək üçün sənədlərini hazırlasın. Əgər Əhməd dayı bunu etməsə, dekabrdan sonra pensiya ödənişləri dayandırıla bilər. 2. Əmək fəaliyyətini davam etdirən pensiyaçılar. Bəli, bu da vacib bir məqamdır. Azərbaycanda əmək pensiyası alan şəxslərin əmək fəaliyyətini davam etdirmək hüququ var. Lakin bəzi hallarda pensiya məbləğinin hesablanması və ya indeksasiyası ilə bağlı müəyyən nüanslar mövcuddur. İndi isə dövlət qurumları bu məlumatları daha dəqiq şəkildə izləmək istəyir. Əgər siz pensiya alarkən rəsmi olaraq işləyirsinizsə, bu məlumatlar Sosial Müdafiə Fondunun bazasında avtomatik olaraq yenilənməlidir. Lakin sistemdə hər hansı bir uyğunsuzluq aşkar olunarsa, məsələn, sizin işlədiyiniz halda sistemdə bu məlumat qeyd olunmayıbsa, sizdən bunu təsdiqləməyiniz tələb oluna bilər. Məsələn, Fəridə xala 62 yaşında. Kiçik bir müəssisədə inzibatiçi işləyir və əmək pensiyası alır. Tutaq ki, bir səbəbdən onun iş yeri ilə bağlı məlumatlar Sosial Müdafiə Fondunun sisteminə vaxtında ötürülməyib. Bu halda Fəridə xalaya bildiriş göndəriləcək ki, o işlədiyini təsdiqləyən sənədləri, məsələn, əmək müqaviləsinin surəti, iş yerindən arayış təqdim etsin. Bu məlumatın düzgün qeydə alınması gələcəkdə pensiyanın yenidən hesablanması zamanı sizin xeyrinizə ola bilər. Çünki işlədiyiniz dövrdə də sığorta stajınız artır. 3. Vəkillər tərəfindən idarə olunan pensiya hesabları. Bəzən yaşlı, xəstə və ya ölkədən kənarda yaşayan pensiyaçıların pensiyalarını yaxın qohumları və ya etibar etdikləri şəxslər vəkalətnamə əsasında alırlar. Bu hallarda vəkalətnamənin müddəti bitdikdə və ya pensiyaçının statusunda hər hansı bir dəyişiklik baş verdikdə, məsələn, pensiyaçının vəfatı, sistem bunu avtomatik aşkar etməyə bilər. İndi isə bu cür vəkillər vasitəsilə alınan pensiyalar daha ciddi nəzarətə götürüləcək. Vəkalətnamənin müddəti bitdikdə ödənişlərin dayandırılmaması üçün yenidən vəkalətnamə təqdim olunması tələb ediləcək. Əlavə olaraq, pensiyaçının sağ olması və ya vəziyyətində ciddi dəyişikliklərin olmaması müəyyən intervallarla təsdiqlənməlidir. Tutaq ki, Gülzar nənə 80 yaşında, ağır xəstədir və pensiyasını oğlu Əli vəkalətnamə ilə alır. Əlinin vəkalətnaməsinin müddəti 2025-ci ilin fevralında bitir. Sistem avtomatik olaraq Əliyə xəbərdarlıq göndərəcək ki, fevral ayına qədər yeni vəkalətnamə təqdim etsin. Əks halda, mart ayından etibarən Gülzar nənənin pensiyası dayandırıla bilər. Bu, təbii ki, Gülzar nənənin sağ olduğu və pensiya alma hüququnun davam etdiyi hallara aiddir. 4. Uzun müddət ölkədən kənarda yaşayan pensiyaçılar. Bəzən pensiyaçılar daimi və ya uzun müddətə xaricə köçürlər. Azərbaycanda qanunvericilik müəyyən hallarda xaricdə yaşayan vətəndaşlara pensiya ödəməyə imkan verir. Lakin bu cür ödənişlərin qanuniliyini təmin etmək üçün pensiyaçının yaşayış yerini və ya vətəndaşlığını təsdiqləyən müvafiq sənədləri müəyyən periodlarla təqdim etməsi tələb oluna bilər. Bu, xüsusilə çiftə vətəndaşlıq məsələlərinin olduğu hallarda vacibdir. Məsələn, Sona xanım 70 yaşında Kanadada yaşayan qızının yanında bir ildən artıqdır ki, yaşayır və Azərbaycandan pensiya alır. Bu halda Sona xanımdan müəyyən vaxtdan bir, məsələn, hər 6 aydan bir, Kanadadakı Azərbaycan səfirliyindən və ya konsulluğundan aldığı sağlıq haqqında arayışı təqdim etməsi tələb oluna bilər. Bu arayış onun sağ olduğunu və pensiya almaq hüququnun davam etdiyini təsdiqləyəcəkdir. Əgər bu sənəd təqdim edilməzsə, pensiya ödənişləri dayandırıla bilər. Kim narahat olmamalıdır? Ümumilikdə, əgər siz yaşı 60-dan yuxarı olan pensiyaçısınız, daimi yaşayış yeriniz Azərbaycandadır, rəsmi olaraq heç bir yerdə işləmirsiniz, əgər bu pensiya hesablamalarınıza təsir edirsə, pensiyanızı özünüz bank kartı vasitəsilə alırsınız və əlillik qrupunuz yoxdursa və ya ömürlük təyin edilibsə, o zaman sizin üçün ciddi narahatçılığa əsas yoxdur. Sistem sizin haqqınızdakı məlumatları dövlət reyestrindən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı xidmətindən və digər dövlət qurumlarının bazalarından avtomatik olaraq əldə edir və yeniləyir. Yəni, sizin statusunuzda heç bir dəyişiklik yoxdursa, əlavə heç bir sənəd təqdim etməyinizə ehtiyac qalmayacaq.
Sizin pensiya ödənişləriniz əvvəlki qaydada davam edəcəkdir. Məsələn, Ayşə nənə 72 yaşında Bakıda tək yaşayır. Pensiyasını hər ay bank kartına alır. Heç bir əlavə gəliri yoxdur, səhhəti ilə bağlı da ömürlük əlilliyi təyin olunmayıb. Ayşə nənə üçün bu yeni qaydalar heç bir əlavə problem yaratmır. O, əvvəlki kimi pensiyasını rahatlıqla almağa davam edəcəkdir. Qeyd edim ki, bu yeniliklərin əsas məqsədi sistemdəki mövcud boşluqları aradan qaldırmaq və pensiya fondu vəsaitlərinin məqsədyönlü şəkildə istifadəsini təmin etməkdir. Bu, həm də gələcəkdə pensiya məbləğlərinin indeksasiyasını və artırılmasını daha ədalətli şəkildə həyata keçirməyə kömək edəcəkdir. İstisnalar, tələlər və qeyri-aşkar nüanslar. Hər bir qaydada olduğu kimi, bu yeni tələblərdə də bəzi istisnalar, xüsusi halların yaranması ehtimalı və diqqət yetirilməli olan qeyri-aşkar nüanslar mövcuddur. Onları bilmək, lazımsız problemlərlə üzləşməmək üçün çox vacibdir. Məlumat sistemindəki səhvlər. Hər nə qədər dövlət qurumları elektron bazalarını təkmilləşdirsə də, insan faktoru və ya texniki səbəblərdən bəzən sistemdə səhvlər baş verə bilər. Məsələn, sizin işləmədiyiniz halda hansısa bir keçmiş iş yerinizdən sizin işlədiyinizə dair yanlış məlumat sistemə daxil edilmiş ola bilər. Və ya əlillik müddətiniz ömürlük təyin edildiyi halda sistemdə bu məlumat yanlışlıqla müəyyən müddətə qeyd edilmiş ola bilər. Bu cür hallarda sizə yanlış bildiriş gələ bilər. Tələsməyin və dərhal panikaya düşməyin. İlk növbədə müvafiq quruma müraciət edərək vəziyyəti aydınlaşdırmalısınız. Belə hallarda əvvəlki sənədlərinizi, əmək kitabçası, əlillik haqqında arayış, tibbi sənədlər yanınızda aparmağınız tövsiyə olunur. Məsələn, Xədicə nənəyə 75 yaşında ikən ömürlük əlillik təyin olunub. Lakin ona gələn SMS bildirişdə əlillik müddətinin bitməsinə 3 ay qaldığı və yenidən komissiyadan keçməli olduğu qeyd olunur. Bu, açıq-aydın bir sistem səhvdir. Xədicə nənə panikaya düşmədən əlillik haqqında ömürlük arayışını götürərək yerli Dövlət Sosial Müdafiə Fondunun şöbəsinə müraciət etməli və səhvin düzəldilməsini tələb etməlidir. 2. Poçt və bank xidmətləri vasitəsilə pensiya alanlar. Əksər pensiyaçılar hazırda pensiyalarını bank kartları vasitəsilə alırlar. Lakin hələ də müəyyən sayda pensiyaçı pensiyasını poçt şöbələrindən nağd şəkildə və ya evə çatdırılma yolu ilə alır. Bu cür pensiyaçıların yaşayış yerində olmaması və ya vəfat etməsi hallarını müəyyən etmək bir qədər çətin olduğundan, bu kateqoriyadan olan pensiyaçılardan müəyyən periodikliklə şəxsiyyətlərini təsdiqləmələri tələb oluna bilər. Məsələn, hər 6 aydan bir şəxsən poçt şöbəsinə yaxınlaşaraq və ya asan xidmət mərkəzlərində xüsusi qeydiyyatdan keçməklə. Bu, pensiya fondunun vəsaitlərinin sui-istifadəsinin qarşısını almaq üçün vacib bir tədbirdir. Fikirləşin ki, bir yaşlı qadın pensiyasını poçt vasitəsilə alırdı, lakin vəfat etdi. Onun qonşusu və ya uzaq bir qohumu bunu bilərək saxta sənədlərlə pensiyanı bir müddət daha almağa davam edə bilərdi. Yeni qaydalar bu cür halların qarşısını almağa yönəlib. 3. Məlumatın çatdırılması və əlçatanlıq problemləri. Bəzi yaşlı pensiyaçılar smartfonlardan, internetdən istifadə etməkdə çətinlik çəkə bilərlər. Onlara bildirişlər SMS vasitəsilə gəlsə də, bəzən onlar bu mesajların əhəmiyyətini dərk etməyə bilərlər və ya ümumiyyətlə mesajı görə bilməzlər. Bu halda pensiya ödənişlərinin dayandırılması kimi xoşagəlməz vəziyyətlə üzləşməmək üçün ailə üzvlərinin və ya yaxın qohumların diqqətli olması vacibdir. Qonşularınız, tanışlarınız arasında belə yaşlı insanlar varsa, onlara kömək etməkdən çəkinməyin. Bildirişlərin poçt vasitəsilə göndərilməsi variantı da nəzərdən keçirilir, lakin elektron ünsiyyət daha operativ sayılır. Tutaq ki, Həsən dayının 85 yaşı var, telefondan demək olar ki, istifadə etmir. Yalnız zənglərə cavab verir. Ona gələn SMS-i görməyə bilər. Bu halda Həsən dayının nəvəsi və ya oğlu onun telefonunu yoxlamalı, gələn mesajları oxumalı və əgər pensiya ilə bağlı hansısa tələb varsa, dərhal reaksiya verməlidir. 4. Vəkalətnamə ilə bağlı yeniliklər. Əvvəllər bəzi hallarda vəkalətnamənin müddəti bitsə belə, müəyyən gecikmə ilə ödənişlər davam edirdi.
İndi isə sistem bu məsələdə daha həssasdır. Vəkalətnamənin müddətinin bitməsinə bir neçə ay qalmış bildiriş alacaqsınız və vaxtında yenilənməyən vəkalətnamələr pensiya ödənişlərinin avtomatik dayandırılmasına səbəb ola bilər. Bu, xüsusilə də vəkalətnamə verən şəxsin fiziki vəziyyətinin pisləşdiyi və ya müvafiq orqanlara şəxsən müraciət edə bilmədiyi hallarda diqqət tələb edir. Belə vəziyyətlərdə notarial qaydada yeni bir vəkalətnamənin hazırlanması prosesini öncədən planlaşdırmaq lazımdır. Məsələn, Şərifə xala 90 yaşında, yataq xəstəsidir. Pensiyasını qızı Aytən vəkalətnamə ilə alır. Vəkalətnamənin müddəti bitməzdən bir neçə ay əvvəl Aytən yeni vəkalətnamənin hazırlanması üçün lazımi addımları atmalıdır. Bu, ya notariusu evə dəvət etməklə, ya da müvafiq qaydada tələb olunan sənədləri toplamaqla həyata keçirilə bilər. 5. Vəfat edən şəxslərin pensiyaları. Təəssüf ki, bəzən insanlar vəfat etdikdən sonra da onların adıma pensiya ödənişləri davam edir. Bu, adətən ölüm faktının rəsmi qeydiyyatının gecikməsi və ya sistemdə məlumat yenilənməsinin ləngiməsi səbəbindən baş verir. Yeni sistem ölüm faktlarını vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı xidmətindən dərhal alır və pensiya ödənişlərini avtomatik dayandırır. Lakin bəzən pensiya alan şəxsin vəfat etməsinə baxmayaraq, onun bank kartından ödənişlərin davam etdiyi hallara da rast gəlinir. Belə halların qarşısını almaq üçün banklar da müvafiq dövlət qurumları ilə birgə işləyəcək. Bu, həm də pensiya fondu vəsaitlərinin səmərəli istifadəsinə xidmət edir. Praktik məsləhətlər. Nə etməlisiniz? Əziz tamaşaçılar, indi isə gələk ən vacib hissəyə. Bəs siz konkret olaraq nə etməlisiniz? Hansı addımları atmalısınız ki, heç bir problemlə üzləşməyəsiniz və pensiya ödənişlərinizdə fasilə yaranmasın? Addım 1. Bildirişləri yoxlayın və diqqətli olun. İlk və ən vacib addım sizə gələn SMS bildirişlərə, poçt vasitəsilə gələn məktublara və ya hər hansı rəsmi xəbərdarlıqlara diqqət yetirməkdir. Adətən dövlət qurumları bu cür vacib məlumatları telefon nömrələrinizə SMS vasitəsilə və ya şəxsi kabinetinizə e-sosial portalı göndərirlər. Əgər siz mobil telefonunuzu tez-tez yoxlamırsınızsa, bunu edə biləcəyi bir yaxın insandan kömək istəyin. Unutmayın ki, bu bildirişlər sizin üçün bir xəbərdarlıq siqnalıdır. Orada göstərilən son tarixlərə xüsusi diqqət edin. Addım 2. Özünüzü risk qrupunda görürsünüzsə, dərhal məlumat toplayın. Əgər siz yuxarıda qeyd etdiyimiz risk qrupuna aid pensiyaçılardansınızsa, yəni əlillik pensiyası alırsınızsa, əmək fəaliyyəti ilə məşğul olursunuzsa, pensiyanızı vəkalətnamə ilə alırsınızsa və ya uzun müddət ölkədən kənarda yaşayırsınızsa, o zaman lazımi sənədləri indidən hazırlamağa başlayın. Bu sənədlərə ümumiyyətlə daxil ola bilər. Şəxsiyyət vəsiqənizin əsli və surəti. Pensiya vəsiqənizin əsli və surəti. Əgər əlillik pensiyası alırsınızsa, əlillik qrupu haqqında müvafiq arayış, forma 088 Tibbi Sosial Ekspertiza Komissiyasının qərarı və reabilitasiya planı. Əgər işləyirsinizsə, əmək müqavilənizin surəti, iş yerindən arayış, əmək kitabçası. Əgər pensiyanızı vəkalətnamə ilə alırsınızsa, vəkalətnamənin əsli və surəti, həmçinin pensiyaçının şəxsiyyət vəsiqəsi və vəkilin şəxsiyyət vəsiqəsi. Əgər xaricdə yaşayırsınızsa, orada yaşayışınızı təsdiqləyən sənəd, konsulluqdan alınan sağlıq arayışı və ya yaşayış yerindən arayış. Bank kartınızın və hesab nömrənizin məlumatları. Bu sənədləri bir qovluqda toplayın ki, lazım olduqda asanlıqla tapa biləsiniz. Hər zaman hər hansı bir dövlət qurumuna müraciət edərkən, sənədlərin həm əslini, həm də surətlərini yanınızda götürməyiniz tövsiyə olunur. Addım 3. Hara müraciət etməlisiniz? Əksər hallarda pensiya ilə bağlı məsələlərdə müraciət edəcəyiniz əsas qurum Dövlət Sosial Müdafiə Fondunun DSM-im yerli şöbələri və ya Asan Xidmət mərkəzləridir. Asan Xidmət. Əgər yaşadığınız yerdə Asan Xidmət mərkəzi varsa, müraciət etmək üçün ən rahat və operativ yol budur. Orada pensiya məsələləri ilə məşğul olan pəncərələr mövcuddur və əməkdaşlar sizə lazımi formada kömək edəcəklər. Bütün sənədlərinizi götürərək Asan Xidmətə yaxınlaşın. Növqə götürün və pensiya ilə bağlı sualınızı və ya tələbinizi bildirin.
Əməkdaşlar sizə hansı formaları doldurmalı olduğunuzu göstərəcək və ya məlumatlarınızı sistemə daxil edəcəklər. Onlardan müraciətinizin qeydə alınmasına dair bir qəbz və ya sənəd nömrəsi almağı unutmayın. Bu, gələcəkdə hər hansı bir problemin yaranması halında sizin sübutunuz olacaqdır. DSMF-in yerli şöbəsi. Əgər asan xidmət sizin üçün əlçatan deyilsə, yaşadığınız ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun şöbəsinə müraciət edə bilərsiniz. Yenə də bütün lazımi sənədləri özünüzlə götürün. Fondun qəbul şöbəsinə yaxınlaşın. Probleminizi izah edin. Onlar sizə ərizə forması verə bilərlər və ya məlumatlarınızı özləri sistemə daxil edərlər. Burada da müraciətinizin qeydə alınmasına dair sənəd istəməyi unutmayın. Addım 4. Müraciət zamanı nəyə diqqət etməlisiniz? Aydın və konkret olun. Müraciət edərkən probleminizi və ya tələbinizi aydın şəkildə izah edin. Hansı bildirişi almısınız, nə etməyiniz tələb olunur, bu məlumatları əməkdaşlara çatdırın. Suallar verməkdən çəkinməyin. Əgər nəyisə başa düşmürsünüzsə, əməkdaşlardan ətraflı izahat tələb edin. Məsələn, bu sənəd niyə lazımdır? Nə qədər vaxt ərzində cavab alacağam? Əgər sənədlərimdə çatışmazlıq olarsa, nə etməliyəm? Kimi suallar verə bilərsiniz? Müraciətinizin qeydə alınmasını tələb edin. Bu, həmişə çox vacibdir. Yazılı müraciətlər üçün qeydiyyat nömrəsi, şifahi müraciətlər üçün isə daxili sistemdə qeydiyyatın aparılmasına dair məlumat tələb edin. Bu, gələcəkdə yaranacaq mübahisəli halların həllində sizin xeyrinizə işləyəcək. Addım 5. E-sosial portalından istifadə imkanları. Əgər siz və ya yaxınlarınız internetdən istifadə edə bilirsinizsə, e-sosial.az portalını mütləq yoxlayın. Bu portal vasitəsilə siz şəxsi kabinetinizə daxil olaraq pensiya məlumatlarınızı, ödənişlərinizi, staj məlumatlarınızı, habelə sizə gələn bildirişləri görə bilərsiniz. Bəzi hallarda müəyyən məlumatları onlayn qaydada yeniləmək və ya əlavə etmək imkanları da mövcud ola bilər. Bu, vaxtınıza qənaət etməyə və birbaşa qurumlara getməkdən xilas olmağa kömək edə bilər. Şəxsi kabinetinizə daxil olmaq üçün asan login sistemindən asan imza, elektron imza, fin-kod və ya bank identifikatoru istifadə edə bilərsiniz. Yadda saxlayın, bu proseslərin əsas məqsədi pensiyaçılar üçün problemlər yaratmaq deyil. Əksinə, pensiya sistemini daha təkmil, ədalətli və şəffaf etməkdir. Sizin tərəfinizdən atılan kiçik addımlar gələcəkdə potensial böyük problemlərin qarşısını ala bilər. Nəticə və son çağırış. Dəyərli pensiyaçılarımız, bugün pensiya sistemindəki vacib dəyişikliklərdən, bu dəyişikliklərin kimlərə təsir etdiyindən, hansı hallarda narahat olmağa dəyər, hansı hallarda isə yox, həmçinin atılacaq praktik addımlardan ətraflı bəhs etdik. Bir daha xatırlatmaq istəyirəm ki, bu məlumatlar sizin maliyyə təhlükəsizliyiniz və rifahınız üçün çox vacibdir. Bildirişlərə laqeyd yanaşmayın. Tələb olunan addımları vaxtında atın. Əgər hər hansı sualınız yaranarsa, özünüzü risk qrupunda hiss edirsinizsə, vaxt itirmədən müvafiq qurumlara müraciət edin. Özünüzü və ya yaxınlarınızı potensial problemlərdən qorumaq üçün bu məlumatları diqqətlə dinlədiyinizə əmin olun. Bu videoda səsləndirilən məlumatlarla bağlı nə düşünürsünüz? Sizə bu cür bildirişlər gəlibmi? Hansı çətinliklərlə üzləşmisiniz? Zəhmət olmasa fikirlərinizi və təcrübələrinizi şərhlərdə bizimlə bölüşün. Sizin rəyləriniz başqalarına da kömək edə bilər. Həmçinin, əgər bu video sizin üçün faydalı oldusa, onu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Unutmayın, birlikdə daha güclüyük və bilikli oluruq. Sağlam qalın, hələlik.